اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد. اللهم صل وآله الطيبين الطاهرين المنتجبين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizleri ve özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri təqva əhlindən qərar versin. Bu mübarək cümə gününü bizim özümüzün, valideynlərimizin, müminatın günahlarımızın bağışlanması ilə bir daha mübarək qərar versin inşallah. Allah-u Teala şəhidlərimizi, xüsusən 44 günlük vətən müharibəsi dövründə və ondan əvvəlki vaxtlarda canların fəda eləmiş şəhidlərimizin məqamın ali uca eləsin, şəhidlər sərvərinə qovuştursun və ruhların xalqımıza, millətimizə, hər birimizə duaçı eləsin inşallah. Əziz möminlər, bugünkü cümə xütbəsinin birinci mövzusu təfəkkür və düşüncənin əhəmiyyəti barəsindədir ki, dinimiz, İslam dini təfəkkürə xüsusi yer verir, xüsusi yeri vardır. Çünki yalnız insanlara məxsus olan təfəkkür və düşüncə hansısa bir məsələ haqqında düşünərək bir nəticəyə gəlmək, məsələnin mahiyyətinə varmağa təfəkkür deyilər. Yəni, Qur'an-ı Kərimdə də bu mövzuya çoxlu ayət-i kərimələr var, misallar var. Həzrət Peyğəmbərimiz və onun pak əhli beytindən də çoxlu hədisi şəriflər var bu barədə. Ümumiyyətlə, dinimizdə ibadətlərin bir fiziki ibadət var, namaz kimi, oruç kimi. Bir mali ibadət var, mali ibadət xums kimi, zəkat kimi. Və bir də əqli ibadət var. Əqli ibadət də təfəkkür etməkdir. Yəni, Allah Taala'nın əmrləri barəsində, Allah Taala'nın yaratdıqları barəsində təfəkkür eləməkdir. Yəni, ayət və hədislərə görə insanın doğru yolu tapması üçün düşünüb bir rəyə, nəticəyə gəlməsi, təfəkkür eləməsi, yəni bu əslində bir ibadətdir, əqli ibadətdir. Ona görə Həzrəti Peyğəmbərimiz buyuranda ki, bir saat təfəkkür eləmək, düşünmək bir illik ibadətdən üstündür deyəndə İmam Sadiq əleyhissalam bu kəlamın, Peyğəmbər kəlamının təfsirini izah edəndə buyurur ki, insan övladı Allah Taala'nın buyurduğu şəkildə, əmr etdiyi şəkildə necə yaşadığını, haradan gəldiyini və bu həyatda necə yaşadığını və haraya gedəcəyini, aqibəti haqqında təfəkkür eləməsi deməkdir o bir saatlıq təfəkkür düşüncə. O bir saatlıq düşüncə ki, mənim aqibətim necə olacaq, sabahım necə olacaq, Allah yanında mənim dəyərim necə olacaq və mən görəsən Allah Taala'nın məni təyinatı üzrə bu dünyaya gətirdiyi, xəlq etdiyi şəkildə mi yaşayıram, yoxsa öz nəfsimə uyaraq yaşayıram, öz bildiyim kimi yaşayıram deyə düşünməsi, bu və bu kimi məsələlərdə Qur'an barəsində düşünməsi, Allah Taala'nın ayətləri barəsində düşünməsi, Həzrəti Peyğəmbərimizin kəlamları ətrafında düşünməsi, Allah Taala'nın
gözəl isimləri, əsmaül hüsnaları, yəni sifətləri barəsində düşünməsi bu ibadətdir, əqli ibadətdir. Və bu əqli ibadətlərdən də biri də odur ki, insan övladı özü barəsində də düşünsün ki, görəsən Allah Teala bizi nə üçün xəlq edib? Ona görə Qur'an-ı Kərimin Məryəm surəsinin 67-ci ayəsində insan öz yaranışına baxaraq düşünməsi üçün Allah Teala belə buyurur ki, əvələ yəzkurul insanu inna xalaqnahu min qablu və ləm yeku şey'a. Buyurur ki, məgər insan ilk öncə onu heç bir şey deyilkən yoxdan yaratdığımızı xatırlamırmı? Yəni insan övladını öz yaradılışını belə xatırlamağa dəvət edir Allah Teala. Sən yox ikən, özün yox ikən, mən özüm yox ikən Allah Teala məni necə xəlq elədi? Və bunu sualla bizə ünvanlayır. Bu sualla ki, biz bu sualı da özümüzdə canlandıraq, öz düşüncəmizdə canlandıraq. İnsan övladı üçün bəzən suallarla bir çox həqiqətlər meydana gəlir. Bəzən biz sualla qarşılaşanda sualın cavabını tez tapmaq üçün tez başqalarına müraciət edərik. Amma heç özümüz bu barədə fikirləşmərik. Görək ki, bəlkə bu sualın cavabını biraz düşünsək, biraz təfəkkür eləsək, elə özümüz tapa bilərik deyə bəzən də heç, yəni özümüz də bu barədə düşünmək istəmirik. Qur'an-ı Kərimdə Allah-u Teala Vaqia surəsində bir çox məsələlər barəsində bizə sual ünvanlayır. Deyir ki, bəndəm müsəlman, bu Qur'anı oxuyan, Qur'an əhli bu sualları özü-özünə düşünsün və cavabını da Allah Teala bəyan edir. Amma bir daha insanın özünə xatırlatma edir. Məsələn buyurur ki, Əfərəeytum mə təhrusun, əəntum təzrəunəhu əv, əm nəhnu nəzrəun, əm nəhnu zariun. Buyurur ki, heç əkdiyiniz bitkiləri görmürsünüzmü? Onu siz bitirmisiniz, yoxsa bitirən bizik? Yəni, yerdən bitən, istənilən toxumu ki, biz səpərik yerə, onun məhsulunu alaq. Bizim eləyəcəyimiz iş yalnız torpağı şumlayıb və o torpağa toxumu səpməkdir. O toxumdan hansı bitkinin necə çıxacağı, cüzərəcəyi, ondan hansı məhsulların, səmərələrin əmələ gəlməsini isə Allah Teala'ya buraxırıq. Heç biz onun bitməsi barəsində o torpaqdan hansı mineralları alacaq, hansı suyu alacaq, nə qədər alacaq və yaxud oksijeni nə qədər alacaq, günəşdən nə qədər istilik, işıq alacaq, bu barədə düşünmürük. Biz sadəcə onun nəticədə verəcəyi meyvəsini, səmərəsini düşünərik. Ona görə Allah-u Teala buyurur ki, siz ancaq nəticəyə yönəlik məxluqsuz, insansız. Siz onun, yəni bu bitirilmə prosesini bəzən yaddan çıxardırsınız. Bunu bitirən kimdir? Allah-u Teala bu barədə düşünməyi bizə dəvət edir, vadar edir. Onu siz bitirirsiniz, yoxsa biz? Və yaxud buyurur ki, Əntum təxluqunehu əm nəhnul xaliqun. İnsanın yaradılışı barəsində buyuranda deyir ki, ana bətnində insanı biz xəlq eləyərik, yoxsa siz xəlq edirsiniz? Sizin sadəcə birlikdəliyiniz kifayətdir. Amma ondan sonra insan övladının bətində əmələ gəlməsi və bir insana çevrilməsi, ruhun ona bəxş olunması, bütün bu prosesdən heç özünüz də xəbəriniz yoxdur və yaxud düşünmürsünüz. Nəhnu qaddarnə beynəkumul maut və nəhnu biməsbuqin. Sizin aranızda hətta ölümü də müəyyənləşdirən bizik və biz istək və iradədə əsla məğlub olmarıq. Yəni bütün iradə, bütün bu xaliqiyyətdə, rububiyyətdə təvhid, vəhdaniyyət bizə məxsusdur. Və yaxud buyurur ki, Əfərəeytum əl-mə'əlləzi təşrabun. Siz içdiyiniz suya heç baxırsınız. Əəntum ənzəltumuhu minəl-muzni əm nəhnul munzilun. Onu yağış doğan ağ bulutdan siz nazil edirsiniz, yoxsa biz endiririk. Yəni bulutdan endirməsək o yağışları, siz o suyu, o içməli suyu içə bilərsinizmi? Ləv nəşə'u cəalnahu ucəcən.
Felaula teşkurun. Eğer istesek biz o sizin içtiğiniz şirin suyu acılaştırarıq. Yani siz şirin su içirsiniz. Buluttan nazil olan o su, yağış yere nazil olur, torpağa hopur, torpağın alt təbəqələrində şirin su gölləri yaranır. Hətta ehtiyat olarak oradan da çıxardıb içə bilirsiniz. Bütün bu suyun dünyanın əksər sularının acı olmasına baxmayaraq onun 2%, 3% şirin sudur ki, o şirin suyu Allah Teala sizin için nazil edir. Nazil edir, yani biz insanlar için nazil edir. Bunun barəsində heç buyurur ki, düşünürsünüzmü, görürsünüzmü bunlar barəsində? İstəsək biz o 2% suyu da acılaşdırarıq. Yani okyan suları kimi, dəniz suları kimi onu da acılaşdırırıq. Bütün bu ayət-i kərimələrdən də məlum olur ki, Allah-u Teala bizi təfəkkürə, düşüncəyə dəvət edir. Bu mənada düşüncə, təfəkkür hətta elmin özündən də belə üstündür, artıqdır. Elm bəzən görərsən ki, bir bilgi yığınıdır, bilgi toplusudur. Amma o bilgini, o kəsb elədiyin, öyrəndiyin elmi düşüncə ilə anlayıb başa düşmək özü artıq üstün mərtəbədir. Özü bir fəzilətdir. Sanki elm bir məhsulun nəticədə istehsal olunacaq məhsulun xam malıdır. Amma təfəkkür o məhsulu, o xammaldan istehsal edən fabrikdir. Təfəkkür ayrı-ayrı pərakəndə, xaos halında olan elmin bilgiləri bir yerə ardıcıl şəkildə, nizamlı şəkildə düzüb lazım olan, Allah Taala'nın da istədiyi şəkildə lazım olan nəticəyə varmaq üçün keçilən bir yoldur. Təfəkkür ona görə çox böyük bir ərdəmdir, böyük bir nəsnədir insan övladı üçün. Təfəkkürsüz elmin uğurlu nəticəsi ola bilməz. Heç bir elm düşüncəsiz, təfəkkürsüz nəticə verə bilməz. Bəzi insanlar var ki, məsələn, elmi çoxdur. Görərsən ki, o qədər hər yerdən xəbər verir, sanki bir ensiklopedik kitabdır, nədən desən cavab verir. Amma hərəkətinə, davranışına fikir verəndə malik olduğu o elmdən onun rəftarında, davranışında bir şey görməzsən. Yəni ağlı o dərəcədə bildiyi elmi qədər deyil. Ona görə ağılla, düşüncə ilə elmin bu qədər fərqi var. Təfəkkür oxuduğumuz və eşitdiyimiz bilginin praktiki təsirini göstərməkdir. Yəni praktik həyatda öz yerini tapır təfəkkür nəticəsində. Biz oxuduğumuz hər hansı bir kitabdan hansısa bir elmi məlumatı, hansısa bir bilgini öyrənib onu təfəkkür vasitəsilə həyatda praktikaya çevirə bilərik. Məsələn, məsciddə əyləşmişik, bir hədis danışılır və yaxud bir Qur'an-ı Kərim ayəsi eşidirik. Əgər onun barəsində təfəkkür eləyə bilsək, onun barəsində düşünsək, biz onu həyatımızda nə edə bilərik? Praktikaya çevirə bilərik. Yəni, əməli həyatımızda davranışlarımıza çevirə bilərik. Amma onun barəsində düşünməsək, elə eşitmək insana xoş gəlir. Bəzən elə gözəl söhbətlər olur ki, ona eşitmək, qulaq asmaqdan ləzzət alırsan. Amma durub məsciddən qapısından kənara çıxandan sonra görərsən ki, o söhbət də yaddan çıxdı, o ayət də yaddan çıxdı, o hədis də. Amma əsas məsələ onun barəsində düşünülməsidir. Həzrəti Əmir Əl-Mömin əleyhissalamdan soruşulanda ki, insan nə barədə düşünməlidir? Həzrəti Əmir Əl-Mömin əleyhissalamın belə bir gözəl sözü var. Buyurur ki, Rahiməllahu imra'ən alimə min eynə və fi eynə və ilə eynə. Allah Teala rəhm eləsin o insana, o kişiyə ki, o adama ki, o bilsin, o barədə düşünsün ki, o haradan gəlib, necə gəlib bu dünyaya və indi haradadır və aqibəti hara olacaq, hara gedəcək və nəticəsi nə olacaq. Bir nəfər, bir cavan Həzrəti Əmir Əl-Mömin əleyhissalama yaxınlaşdı, dedi ki, ətərufini, məni tanıyırsan? Əmir Əl-Mömin biraz da ərklə, biraz da necədir, birbaşa üzünə
söylüyor. Məni tanıyırsan? Bir dəfə soruşdu, Həzrət Əmir cavab vermədi. İkinci dəfə soruşdu, üçüncü dəfə soruşanda ki, məni tanıyırsan? Dedi ki, səni bu cür tanıyıram. Məli İbn Ədəmə vəl fəxr. Adəm övladına fəxr eləmək nəyinə lazımdır? Yəni, məni tanıyırsanmı deyə soruşaraq bu fəxrlə, təkəbbürlə verilən bir suala bu cür cavab verir. Ki, Adəm övladı nəyə fəxr edə bilər? Hansı göstəricilərinə fəxr edə bilər? Əvvəluhu nutfətun qazirah. Ki, o Adəm övladının əvvəli başlanğıcı murdar bir nütfədən başlayır. Murdar, pak etməyə ehtiyacı olan bir nütfədən başlayır. Və axiruhu cifətun nətinə. Və onun da sonu iyi verən bir cifəyə, yəni bir cənazəyə çevrilir. Və yəhmülul azirah. Və yaşadığı müddətcə də özü ilə ağır bir, necə deyərlər, bir yük daşıyır. Yəni murdar bir şey daşıyır bətnində, qarnında. Və la yerzuqu nəfsuhu və la yedfa'u hatfuhu. Hansı ki o insan nə özünü ruziləndirə bilir, nə də ki ölüm gələndə, təhlükə gələndə onun qabağını ala bilir. O ölümün də qarşısını ala bilmir. Yəni bu insan övladı bu qədərdir. Bundan artıq deyil. Ona görə insan övladının təkəbbür eləməyə yeri yoxdur. Təkəbbür eləmək üçün hansısa bir məna yoxdur ki, nəyəsə görə insan övladı başqasının qarşısında və yaxud yaradanının, xaliqinin qarşısında təkəbbür eləyə. O ancaq Allah-u Teala'ya qul ola bilmək üstünlüyünü əldə eləmək üçün Allah Teala'nın əmrlərinə təslim olub və onun əmrləri barəsində təfəkkür eləməlidir. Düşüncəyə sahib olmalıdır ki, nə barədə düşünəcəyik? İnsanın, yəni özümüzün aqibətimiz barəsində düşünəcəyik. Bizlər nə barədə düşünməliyik? İnsan övladı öz aqibəti barəsində düşünər. Ki, görəsən, bizim sabah qiyamət günü dünyasımızı dəyişib əbədi həyata qovuşanda biz vəziyyətimiz, halımız necə olacaq? Bəzən insanlar keçmişdəki yaxşı vəziyyətləri və yaxud nostalji hissləri barəsində düşünərlər. Bəzən sabahki günün qorxusu ilə yaşayarlar. Görəsən sabah necə olacaq? Görəsən sabaha bitkə çörək əldə eləyə biləcəm və s. və ilə axır. Halbuki Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, sizi sabahki gündə qorxuzan şeytandır. Yəni Allah-u Teala bizi xəlq eləyibsə, biraz səy və cəhdlə Allah Teala heç kəsi ac qoymayıb. Düzdür, düşünməliyik, dünyada da necə deyirlər, yaxşı yaşamağımızı düşünməliyik. Amma bütün varlığımız da biz elə ancaq o məsələlərə, yəni lazımsız düşüncələrə neynəməməliyik, qapılmamalıyıq. Bayaq oxuduğum ayət-i kərimədə Allah-u Teala buyurdu Ali İmran suresinin 191-ci ayəsində Əl-ləzīnə yəzkurunallaha qiyamən və qu'udən və alə cunubihim yətəfəkkərun fi xalqis səməvati vəl-ard. O kəslər ki, ayaq üstədə, oturan yerdə də və uzandıqları yerdə də, yəni bütün hallarında təfəkkür edərlər. Allah Taala'nın səmaları və yeri yaratması barəsində düşünərlər. Yəni o kəslər ki, onlar düşüncə əhlidirlər. Onlar hər şeyə ilahi hikmətin gözü ilə baxmağa çalışarlar. Onlar Allah Taala'nın yerdə və göydə nələr yaradıb, onların bir hikmətinin olması barəsində düşünərlər. Bəzən bəziləri elə hesab edir ki, bəzi şeyləri Allah Teala artıq yaradıb və yaxud məsələn nə üçün bəzi zəif canlıları, o yırtıcı canlılar, heyvanlar rahatlıqla onları ovlayıb yeyir. Bu görəsən zülm deyilmi? Xeyr, Allah Teala elə bir nizam əsasında xəlq eləyib ki, istər dünyadakı təbiətdə, istər səmalardakı kainatda bütün varlıqları elə bir nizamda xəlq eləyib ki, o nizamdan bir mil, yəni bir miskal belə əskik olsa və yaxud artıq olsa, o nizam pozular. Allah Teala'nın yaratdığı hər bir şey yerində xəlq olunub. Sadəcə bizdən bunlar barəsində təfəkkür eləmək istənilir. O kəslər ki, bütün hallarıyla
ayaq üstə də, oturan yerdə də və uzandıqları yerdə də. Yəni insan üç halı var da, bir ayaq üstə ola gəzən, işləyən, səy eləyən vaxtı, bir oturub dincələn vaxtı, bir də yatan vaxtı. Deyir, bu üç halın üçündə də Allah Taala'nın yaratdıqları barəsində düşünə və sonra dua eləyə. Fikir verirsiniz, birinci düşüncəni zikr edir Allah Taala. Əvvəl insan Allahın bütün yaratdıqları barəsində düşünə. Necə ki Həzrət Peyğəmbərimiz buyurur: "La tufekkiru fi zatillah." Allah Taala'nın öz zatı barəsində heç vaxt düşüncəyə qapılmayın. Bəl tufekkiru fi alaillah. Allah Taala'nın yaratdıqları barəsində düşünün, təfəkkür edin. Çünki siz Allahın zatını idrak edə bilməzsiniz. Siz Allahı ancaq onun yaratdıqları vasitəsilə dərk edə bilərsiniz. Və bu ayət-i kərimədə də buyurur ki, bu düşünənlər, Allah Taala'nın yerdə və göydə yaratdıqlarını düşünənlər əslində Allahı tanımaq üçün düşünənlərdir. Və tanımaq istəyən bəndə sonra belə deyər: Rabbənə, ey Rəbbimiz. Çünki elə ki bu yaradılışı görəndən sonra Allah-u Teala'nın rübubiyyətinin tövhidini anlayacaq. Yəni yaradıb, yoxdan xəlq edib, böyüdüb, boya başa çatdırıb, tərbiyə edib və yaratdığına lazım olan bütün nemətləri, bütün vasitələri, şəraiti bir yerə cəm edən Allahın ismi Rəbb ismidir. Sonra deyəcək, bu yaradılışdan sonra deyəcək ki, Allahın Rəbb ismi ilə Allaha müraciət edəcək. Başqa ismin demədi. Fi xalqis səməvət. Əvvəl dedi ki, səmaları və yeri yaradan, sonra duada deyir ki, Rabbənə, ey bütün bunları yoxdan var edib, boya başa çatdıran, kamala yetirən ey Rəbbimiz. Mə xaləqtə həzə batilən. Sən bütün bunları boş yerə xəlq eləməmsən. Batil yerə xəlq eləməmsən. Subhanəkə fəqinə azəbənnar. Sən pak və münezzəhsən. Sonra Allah Taala'nın hər bir şeydən, nöqsandan, bütün məhdudiyyətlərdən, qüdrətini aciz eləmək istəyən bütün acizliklərdən pak və münezzəh edirsən, uzaq görürsən Allah Taala'nı və sonra deyirsən ki, ilahi, mənə öz cəhənnəm odundan mənə nicat ver. Mənə o günahkarlara vədə verdiyin əzabdan məni qoru. Yəni bu kahkaşanı, bu böyük kainatı, Allahın yaradılışını biləndən sonra təslimiyyətini Rəbbivin qarşısında qoyursan. Ya Rabbi, mən sənin bu qüdrətivin qarşısında, bu xilqətivin qarşısında, rübubiyyətinin qarşısında, təşriiyyətinin qarşısında, bütün tövhidi əmirlərdə, sıfat-ı təvhidiyyədə mən səni tək bilirəm, qüdrət sahibi bilirəm və təslim oluram deyə Allah-u Teala'dan dua istəyir, bəndə dua edir. Yəni təfəkkürdən sonra dua gəlir. İndi təfəkkürün nə bizə faydaları var düşüncənin? Həzrəti Əmir Əl-Mömin Əleyhisselam buyurur ki, Ət-təfəkkuru yəd'u iləl-birri vəl-əməl bih. Buyurur ki, təfəkkür insanı yaxşılıqlara və yaxşılığa əməl etməyə çağırar. Təfəkkür insanı yaxşılığa dəvət edəndir. Yaxşı işlər görməyə dəvət edir və yaxşı işi yerinə yetirməyə, praktikada, əməldə yerinə yetirməyə dəvət edəndir. Deməli, düşüncə insanı pislikdən uzaqlaşdırır. Əksi nədir? Yaxşılığın əksi pislikdir, günahdır, cəzadır, cərimədir, zülmdür. Deməli, təfəkkür əhli mütləq yaxşılıq əhli olacaq, salih əməl sahibi olacaq. Təfəkkür əhli olmayan Allah-u Teala'nın bütün bu yaratdıqları barəsində, ümumiyyətlə özümüz barəmizdə, ətrafımızda baş verən hadisələr barəsində düşünməmək, təfəkkür etməmək isə nədir? İnsanı uçuruma aparar, insanı günaha aparar, insanı cəzaya, cəriməyə aparar. Ona görə yenə buyurulur ki, فَإِنَّ التَّفَكُّرُ أَبُو كُلِّ خَيْرٍ وَأُمُّهُ. Və ona görə də hər təfəkkür, hər bir xeyrin həm atasıdır, həm anasıdır. Yəni, bütün xeyirlərin atası və anasıdır. Yəni, xeyir əhli olmaq istəyirsənsə, nə etməlisən? Təfəkkür eləməlisən, təfəkkür sahibi olmalısan. Allah Teala bizi inşallah təfəkkür əhlindən qərar versin. Amma Quran-ı Kərimdə də bir çox ayətlər var
bu barədə yenə də bir hədis-i şərif Həzrəti Əmir el-Möminin əleyhissalamın bir hədisini də zikr edeyim. Buyurur ki: "Mən təavvədə ən yusaddiqa bi ğayri dəlilin faqad inxala'a min kisvetil insaniyyə." Buyurur ki, hər sözü dəlilsiz qəbul edən, sübutsuz qəbul edən, yəni düşüncəsiz, düşünmədən qəbul edən insan insanlıq libasını soyunmuşdur. Yəni hər kəs bir söz desin, sən də düşünmədən o sözü qəbul elə. Düşünmədən o sözü qəbul elə, ona təslim ol. Bu deyir, insanı insanlığından çıxardar. Ona görə nə etmək? Deyilən sözün doğruluğuna, həqiqətinə yetişmək üçün nə etməlidir? İnsan düşünməlidir, təfəkkür eləməlidir. O düşüncə ki, o ağıl ki, Allah Teala onu mülk əhlindən qərar verməyib. Dünyadan qərar verməyib. Allah-u Teala bizə elə bir xüsusiyyətlər bəxş edib insan övladına. Məsələn, cismimiz, bədənimiz bizim dünyadan, mülkün malı olması ilə bərabər bizim ruhumuz, bizim düşüncəmiz, ağlımız bu aləmdən deyil. Allah Teala öz yanında xəlq eləyib, sonra göndərib bizə. Ona görə düşüncə üstündür. Mələ'ül ə'lada, əmr aləmində Allah Teala xəlq eləyib. O aləmdə xəlq eləyib, sonra insanla birləşdirib. İnsanın ruhudur, ağlıdır, düşüncəsidir, yəni təfəkkürüdür, nəfsidir, bir də hissləridir, ehsasıdır. Yəni sevinci, kədəri, bunları Allah Teala öz nəzdində xəlq eləyib. Ona görə düşüncə çox mühümdür. İnsan üçün, insanı insan edən düşüncədir. İnsanı insan edən nədir? Ruhdur. İnsanın ali ruhudur. İnsanın ali olmasını göstəriciləri Allahın əmr aləmində xəlq etdiyi tərəfinə görə uzadır. Yoxsa mülkdə yaratdıqları çoxdur. Yoxsa dünyada xəlq elədikləri nəbatat var, heyvanat var, cəmadat var. Amma insanın bəzi dəyərlərini Allah Teala öz yanında əmr aləmində xəlq edib və o əmr aləmində xəlq etdiyi düşüncəni işlətməyi, düşüncə ilə həyata baxmağı Allah Teala bizdən istəyir ki, biz həqiqi insan olaq. Həqiqi insan olmaq üçün başqa yaradılışlardan fərqlənmək üçün Allah Teala bizdən ona görə düşüncəni istəyib. Quran-ı Kərimdə buna aid də bir ayət-i kərimə var. Buyurur ki, ləhum qulubun, onların qəlbləri var. Yəni əmr aləmin Allahın yanında xəlq olunub insana verilmiş qəlbləri var. Lə yəfqəhun. Amma o qəlblərlə onlar anlamazlar. Yəni o qəlb nədir? Düşüncə. Bihə və ləhum ə'yunun. Onların gözləri də var. Lə yubsirun. Onların gözləri zahirdə də var. Amma bir də var qəlb gözləri var. Amma ondan da görməzlər. Və ləhum əzanun lə yesma'un bihə. Onların qulaqları da var. Amma eşitməzlər. Ulaikə kəl ən'am. Onlar heyvan kimidirlər. Üzr istəyirəm. Allahın ayəsidir. Mən öz sözümü demirəm ona görə. Yəni o kəslərin ki qəlbi var, düşüncəsi var, ruhu var, gözləri var, bəsirətləri var, qulaqları var, amma bunlarla eşitmirlər, görmürlər, deməli onlar başqa heyvanlar kimidir. Allah Teala bax görürsüz, insan övladına özündən bəxş elədiyi o uca dəyərlərin insanın fəaliyyətə keçirməsini istəyir ki, insan uca məxluq olsun. Ona görə də düşüncəsi ilə insan övladı ucadır. Allah Teala bizi düşüncə əhlindən, bəsirət əhlindən qərar versin. Bəsirət əhli olmaq üçün mütləq təfəkkür lazımdır. Allah Teala bizi inşallah uca dəyərlərindən, bizləri də əta elədiyi dəyərlərdən onların əhli olmağı nəsib eləsin. Allah Teala zəmanə imamımızı idrak edib, ona təslim olub, onu mərifəti haqqı ilə tanımağı nəsib eləsin. Onu inşallah zuhurun təcil eləsin. Dualarımızı şəhidlərimizin haqqında qəbul eləsin. Allah Teala ölkəmizi, vətənimizi hifz eləsin. Xəstələrimizə, qazilərimizə xüsusən şəfa inayət eləsin. Dualarımızın qəbulluğuna salavat zikr edək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu ehad. Allahus-samad, lem yelid və lem yulad və lem yekun lehu kufuven ehad. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin.
وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد. اللهم صل وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب، وعلى قرة العين الرسول الزهراء البتول، وعلى الحسن والحسين، وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. اللهم صل على محمد. عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya davet edirəm. İnşallah Allah Teala bizleri tekva ehlindən qərar versin. Bu həftə ərzində Hz. Peyğəmbərimizin pak əhli beytinin bir mübarək Mövlud günü qeyd olundu ki, Cəmadül Əvvəl ayının 5-i Hz. Zeynəb salamullah aleyha Kübrası, Zeynəb-i Kübra'nın mübarək Mövlud günü olmuşdu və istəyirəm ki, elə söhbətimizi də xanım Zeynəbin nuraniyyəti ilə nurlandıraq inşallah. Quran-ı Kərimdə Müzzəmmil surəsi var. Müzzəmmil, yəni öz əbasına bürünmüş Hz. Peyğəmbərimizə Allah Teala bu surənin ilk ayələrində belə buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhel muzzəmmil qumil leylə illə qalilə nisfahu av unqus minhu qalila. Buyurur Hz. Peyğəmbərimizə ki, ey əbasına bürünüb yatan, yəni ey Peyğəmbər, qumul leylə illə qalilən, gecənin bir hissəsi də olsa gecə qalx. Ya onun yarısını ya da ondan birazını azalt. Sonra bir neçə ayədən sonra buyurur ki, İnnə sənulqi aleykə qavlən səqila. Biz sənə çox ağır bir söz, ağır bir yük çatdıracağıq. Ya Peyğəmbər. Hz. Peyğəmbərimizə Allah-u Teala xəbərdarlıq deyir ki, sənə ağır kəlamlar nazil edəcəyik. O kəlamları oxumaq, anlamaq çətindir. O kəlamları başa düşmək, əməl eləmək çətindir. Və o kəlamları öz ümmətinə çatdırmaq, onlara anlatmaq çətindir. Öz ümmətinlə o kəlmələri, o ağır tapşırıqları, vəzifələri yerinə yetirmək çətindir. Belə bir çətin vəzifə durur qarşında ya Peyğəmbər. Allah Teala öz Peyğəmbərinə xəbərdarlıq edir ki, sənə ağır kəlamlar, ağır sözlər, ağır vəzifə nazil olacaq. Bunun üçün nə ilə? Dur gecə, dur namaza. Görəsən Allah Teala'nın çatdırdığı ayətlərin, bu kəlamların gecə qalxmaqla nə əlaqəsi var? Amma Allah Teala öz Peyğəmbərindən bu ağır vəzifənin öhdəsindən gəlmək üçün onun ruhiyyəsinin hazırlanması üçün buyurur. Ki sənin ruhiyyən o ağır vəzifə üçün hazır olsun. Onu ancaq gecə namazı vasitəsilə edə bilərsən ya Peyğəmbər. Və Hz. Peyğəmbərimizə ona görə gecə qalxmağı Allah-u Teala əmr eləyir. Gecə qalx, gecə namazına dur və gecə namazında sənin Rəbbinlə olan söhbətin daha pak, daha təmiz olacaq, daha başqa səslərdən arınmış olacaq və Allaha münacatın qəbul olunmuş olacaq və sənin ruhun
daha böyük olacaq. Daha da ağır necə deyirlər, vəzifələrin öhdəsindən gəlməyə hazır olacaq o ruhiyyə. Xanım Zeynəb də gecə namazı qılardı. Cəddi Peyğəmbər kimi gecə namazını tərk eləməzdi. Məşhurdur bu hədislərdə, rəvayətlərdə ki, xanım Zeynəb heç gecə namazı tərk eləmədi. Hətta Aşura gününün gecəsi də, daha doğrusu Aşuranın səhərsi gününün gecəsi də xanım Zeynəb, yəni İmam Hüseyn əleyhissalam, Kərbəla şəhidlərinin başına gələn o müsibətlər gününün axşamı da xanım Zeynəb gecə namazından əl götürmədi. Həzrəti İmam Baqir əleyhissalam rəvayət edir, buyurur ki, gündüz xanım Zeynəb o qədər əsir balalar üçün o çadırdan bu çadıra, o səhrada o tərəfə, bu tərəfə, gah döyüş meydanına, gah təllə tərəf, o təpəyə tərəf, çadırların qurulduğu yer tərəf o qədər qaçmışdı ki, bibim Zeynəbin ayaqları o qədər yorğun idi ki, o gecə namazını ayaq üstə qıla bilmədi. Amma qıldı, oturan yerdə qıldı. O qədər şiddətli bir günün gecəsində də o, oturan yerdə də olsa gecə namazını tərk eləmədi. Gör, xanım Zeynəbin salamullah aleyhanın gecə namazının məqamı o qədər üstün idi. Həzrəti İmam Hüseyn əleyhissalam buyurur, deyir ki, ya uxtəyə, ya uxəyyə, lə tənsini fi salatil leyl. Bacıcan, məni gecə namazında unutma, məni xatırla, dua elə. Bir məsum imam Həzrəti xanım Zeynəbdən gecə namazında dua istəyir. Yəni bir məsumun bir qeyri-məsumdan bunu istəməsi üçün çox böyük üstünlük lazımdır ki, o adamda ki, bir məsum ondan dua istəsin. Bu qədər xanım Zeynəbin ruhiyyəsi hətta Aşura günü kimi və Aşuradan sonraki o əsirlər karvanının öndə gedən, o yükü çəkənməyə hazır olması üçün idi. Bəlkə də gecə namazını qılmaq. Və bu Müzzəmmil surəsindəki Allah Teala buyurur ki, vəzkur ismə rabbik, ya Peyğəmbər, Rəbbinin adını çək və təbəttəl iləyhi təbtilə və hər şeyi, dünyada olan hər şeyi düşüncəndən kənarlaşdır, yalnız ona tərəf yönəl, yalnız Allah Teala'ya tərəf yönəl və təbəttəl təbtilə. Yəni Allah Teala'ya tərəf yönəl. Həzrəti xanım Zəhra salamullah aleyhanın da bir ləqəbi Bətul idi. Amma xanım Zeynəb də Bətuldur. Bətulun bir mənası, bəli, pak, bakirə deməkdir, amma digər mənası yalnız Rəbbinə tərəf yönələn deməkdir. Yəni gecə namazını tərk eləməyib, hər bir şeyi düşüncəsindən, bütün dünya düşüncələrini kənara qoyub Rəbbinə tərəf yönəlmə deməkdir Bətulun. Xanım Zeynəb salamullah aleyha bu xüsusiyyətə, bu keyfiyyətə sahib bir xanım idi. Digər bir ləqəbi Aqilətu Bəni Haşim deməkdir. Ləqəbi var xanım Zeynəbin. Aqilətu Bəni Haşim. Yəni Bəni Haşim nəslinin əqiləsi, aqili, ən ağıllısı. Aqilətundakı, yəni onun mənası sondakı təmərbutə ki, təkidə işarədir, yəni təfəil aqilədə yənin olması isə, yəni daima heç vaxt onun heç bir hərəkət və davranışı ağıl süzgəcindən keçmədən olmayıb. Yəni daim ağıllı hərəkət edib xanım Zeynəb salamullah aleyha. O ağıl ki, birinci xütbədə deyilən təfəkkür vasitəsilə o ağıl böyüyür, inkişaf edir. Həzrəti Əmir Əl-Mömin əleyhissalam buyurur ki, Rubbə alimun qad qatələhu cəhluhu. Çox alimlər var ki, onun cəhaləti onu öldürüb. Nə olsun, elmi, bilgisi var. Amma o bilgisi elmə əməl etməyib, ağılla yanaşmayıb, düşüncə ilə yanaşılmayan elm o alimi öldürər. Düşüncə ilə yanaşılmayan. Ona görə çox alimlər var ki, Quran-ı Kərimdə Cümə surəsində Allah Teala buyurur ki, bəziləri kitabları kürəklərinə yüklənmiş, üzr istəyirəm, heyvan kimidir. Yəni elmi bilgiləri çox olar, kitabları bilər, neçə kitablar oxuyub falan elmə sahibdir, amma ona artıq yükdən başqa
başka bir şey değil. Yani ağılla eğer yanaşılmadısa, ona göre ağıl da nedir? Yine de Hz. Peygamberimiz buyurur ki "A'qalun nas abdun arafa rabbahu fe ata'ahu." En ağıllı insan o kuldur ki öz Rabbini tanıdı, tanıyar ve öz Rabbine itayet ediyor. Allah-u Teala ağıl barəsində Qur'an-ı Kerimdə bir neçə yerdə ayət-i kərimədə buyurur. Buyurur ki, günahkar əhli haqqında Mülk surəsində buyurur. Onlar belə deyərlər. Onlara belə deyərlər. Daha doğrusu onlar belə deyərlər. Və qalu law kunna nasma' aw na'qil ma kunna fi ashabis sa'ir. Cəhənnəm əhli belə deyər. Əgər biz Allah Taala'nın dediklerini eşitseydik ve onları ağıl etseydik, düşünseydik, tefekkürleseydik, biz sair ehlinden, yani cehennemin isimlerinden biri de sairdi, cehennem ehlinden olmazdık. Deməli, düşünmemek insanı cehenneme belə aparar. Ağlı bir kenara koymak cehenneme belə aparar. Və yaxud Ankabut suresinde hatta alimlere belə Allah Teala ağıl etmeyi, tefekkür etmeyi Allah Teala buyurur. Ankabut suresinde o kəslərdən misal çəkir ki, onlar Allah'tan başqalasını özlerine hami ve yardımcı qərar veriblər. Özlerine himayə edən ve yardımcı qəbul ediblər. Ki, onların deyir ki, qurduqları ev Allah'tan başqasını özünə himayəçi, hami, yardımcı bilənlər dünyada özləri üçün evlər tikərlər, qurarlar. Necə ki, görürük də insanlar var ki, dünyada onlarla, belki de yüzlərlə evlər tikib. Allah Teala onların tikdiyi evi hörümçəyin evinə bənzədər. Ankabut suresi hörümçək suresi deməkdir. Yəni, Allah'ı tanımayan, Allah'tan başkasına itayət eləyənlərin dünyada qurub yaratdıqları şeylər hörümçəyin özünə qurduğu ev kimidir. Hörümçəyin evi necə olar? Böyle kiçik bir hərəkətlə, barmaqla o evi neynirsən, dağıdarsan. Buyurur ki, hörümçəyin evi kimidir. Sonra Allah Teala o misalı belə izah edir. Buyurur ki, وَتِلْكَ الْأَمْسَالُ نَضْرِبُهَا لِلنَّاسِ. Bu misalları biz insanlar üçün çəkərik. Niye? وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ. Bu misalları ancak alimler ağıl ederler. Alimler düşünerek dərk ederler. Yani alimlerin özü belə düşünmeye mühtacdır. Hatta Allah Taala'nın çəkdiyi bu misalları anlamak için belə neyləmək, düşünce sahibi olmaq, tefekkür sahibi olmağa ehtiyac var. Ona göre Hazreti Hanım Zeynəbi Salamullah Aleyhanın Aqilətu Bəni Haşim deyəndə, o cür məsumlar ona o ləqəbi verəndə Hazreti Hanım Zeynəb Salamullah Aleyhanın imam vəhy evində, imamın evində, peygamberin evində, Əmir al-Möminin evində hansı bir ağıl ve idraç ve tefekkür sahibinin şahidi oluruq. Allah'ın verir izzətinə, cəlalına bize de o tefekkür ve düşünceden, Hanım Zeynep'in düşüncesinden Allah Teala bizlere de pay nasip edesin. Allah Teala bizi dünya ve ahiret peygamber ve onun pak ehli beytinden ayrı salmasın. Allah Teala Hazreti İmam Zaman Ağa'nın zuhurunu təcil eləsin. Allah Teala dualarımızı ve inşallah hütbəni, ibadetlerimizi, itaatlerimizi kabul eləsin. O niyyətə salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samed, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Sadakallahul aliyyul azim.